rabitə ilə ayrılma nöqtəsindən çıxdı ki, bizim qrup komandirine, pusu qrup komandirine. Bəs çatdıra bilmirsinizsə, Əliyev ellərə minaları qurmasın, götürüb gəlsin. Dedim ki, mənə 5 dəqiqə vaxt versin, 5 dəqiqə. 5 dəqiqəyə mən minaları qurub çıxıram. Təsəvvürlə ki, mən onu 10 dəqiqəyə qurmalıyam da, gecə qaranlıq, meşənin içərisi, orada səhv eləsən sürprizdir. Bizi necə istiqamətləndirilmiş minadır. Orada mən səhv eləsəm, demək, o elə bir ki, belə deyək də, sensorlu qurduq da biz onları. Sensor, Allah eləməsin, orada bir dənə kiçik bir səhv olsaydı, o bütün qrupu da mənə də məhv eləyə bilərdi, o minalar. Mən belə dedim, qrup komandına dedim ki, belə qərar verdim ki, qrup komandından xahiş edim ki, qrupu çək təhlükəsiz bir məsafəyə. Xahiş edim, sizdən çəkin təhlükəsiz məsafəyə. Əgər partlayış olsa, ola bilər səhv eləyərəm. Bunu dedim ki, ola bilər səhv eləyərəm. Siz gedin, təhlükəsiz 500 metr gedin arxada, məni gözləyin. Köməkçimlə məni gözləyin. İndi həyatdır. Alınmasa, biləcəksiniz ki, şəhid olmuşuq da, qardaş. Dedim, siz çəkilin. Onlar, qrup komandiri mənim sözümə qulaq asdı, çəkilirəm, 500 metr gözləyirəm sizi arxada. Nəsə onlar getdilər, bizi gözləyirlər. Biz minaları qurduq, tez, elə bir həyəcanlı moment ki, oradan da görürük ki, maşının işığı gəlir. Təsəvvür edin, tabur tərəfdən maşının işığı gəlir. Maşın gəlir də, təsəvvür biz 2 nəfər burada taburun yaxınlığına dayanmışıq, minaları qururuq. Mən ehtiyatda olan Gizir Əliyev Ellər Rafioğlu 1984-cü ilin fevral ayının 29-da Şabran rayonunun Gəndab kəndində anadan olmuşam. Hamı kimi 11-ci sinifi bitirdikdən sonra hərbi xidmətə çağırılmışam. 2001-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırıldım. Xidmətimi en saylı kəşfiyyat briqadasında davam etdim. Hərbiyə həvəsim çox böyükdür uşaq illərindən. Mən də istəyirdim ki, hərbiçi olum. Məktəb vaxtı hərbi dərslərdə çox fəal iştirak edirdim. Hətta hərbi şahin yarışmalarına, oyunlara rayon üzrə, ölkə üzrə qatılırdım. Yəni ki, komanda tərkibindən qatılırdım. Bu həvəs elə mənə uşaqlıqdan baş vermişdi. Sonra elə oldu ki, tale elə gətirdi ki, xüsusi təyinatlı qüvvələrdən seçim gəldi və mən orada özümü sınamaq istədim, həm də bunu ürəkdən istədim. Çünki əvvəlcə xüsusi təyinatlı qüvvələrdə mən məlumatım vardı. Niyə görə məlumatım vardı? Orada mənim qardaşım xidmət etmişdi, böyük qardaşım və orada kursa qatılmışdı. O müəyyən səbəblərdən bilmirəm, nədənsə onu xaricləmişdilər kursdan. Elə oldu ki, mən dedim ki, onun yanına gələndə mən qardaşıma dedim ki, qardaşım, mən xüsusi təyinatlı qüvvələrə yazılacam və bu kursu keçəcəm və xidmət edəcəm orada. Elə oldu ki, seçim oldu. Mən 2002-ci ilin iyun ayında artıq bizi seçim oldu və yoxlama mərhələsi oldu. Orada imtahanlar verdi. Çünki kəşfiyyat briqadasında əsgərlər çox hazırlıqlıdır. İstər fiziki cəhətdən, istər psixoloji cəhətdən əsgərlər orada çox hazırlıqlıdır. Və biz orada uğurla imtahanı keçdik. Sonra xüsusi təyinatlı qüvvələrə ezam getdik. Xüsusi təyinatlı qüvvələr kursunu keçmək üçün. Və biz də orada 6 aylıq təlimlərə başladıq. Təlimlər həddindən artıq çox çətin idi, yəni psixoloji olaraq, fiziki olaraq çox çətin idi. İndi yəqin ki, məndən qabaqki xüsusi təyinatlı qüvvələrin məsulları danışırlar bu barədə, artıq təkrarlamaq istəmirəm. Çox çətin məqamlar var, çox çətin anlar var. Mən orada söz verdim özümə ki, mən onu keçəcəm. Mən kursu keçəm və mən özümü xüsusi təyinatlı qüvvələrdə görəcəm və özümü orada doğrulacam. Həqiqətən də mən özümü isbat etmək üçün özümə söz verdim və başladım kursa. Düzü çətinliklər çox oldu, belə deyək, soyuq vaxta düşdük, isti vaxta düşdük, hətta deyək ki, belə deyək, ac qaldığımız vaxtlar oldu, susuz qaldığımız vaxtlar oldu. Yenə dözdük. Kursu müvəffəqiyyətlə bitirdik və xidmətə başladıq. Mən sizə bir şey də deyim, çünki mən onun xüsusi təyinatlı qüvvələri niyə görə belə həvəslə getmək istədim? Çünki mən istəyirdim, əvvəlcə deyirəm, sizə hərbiçi olmaq istəyirdim. Mənim bu ürəyimdə idi hərbiçi olmaq. Xüsusi təyinatlı qüvvələrdə xidmət etmək daha 2 qat mənim üçün şərəfli idi. Ona görə mən xüsusi təyinatlı qüvvələri seçdim. Hətta belə bir şey oldu ki, mən sizə bir özəl olaraq bir şeydə danışım, izləyicilər də məni bağışlasın. Demək, kursun 2 ay əvvəli idi, artıq bizdə o cəhənnəm həftəsi var da, o ən çətin mərhələ var. Orada artıq bilirsiniz də 500-600 nəfərə yaxın şəxsiyyət başlayır. Artıq o cəhənnəm həftəsindən sonra 100 nəfər qalır, 80 nəfər qalır. Ondan sonra 6 ay kurs ərzində daha da süzülür. Çox az bir miqdarda adam qalır da, sayda adam qalır. Orada belə bir şey oldu ki,
mənim bacımın toyudur, həmən mən kurs ərəfəsində bacımın toyudur və evdən gəlmişdilər. Nəzarət baxış məntəqəsində gəldilər, məni çağırdılar ki, bəs toyudur sənin, çünki o vaxt telefon əlaqəsi yox idi. Onlar məni köhnə hərbiçidən axtarıb tapmışlar, dedilər ki, bu ezam gedib bura. Hətta bilmirlər ki, mən ailədəmdən bilmirlər ki, mən xüsusi təntid qüvvələr kursunu keçməyə gəlmişəm. Və mən gördüm ki, gəliblər arxamıza ki, gəl toya getmək lazımdır, toydur, icazə alaq sən. Orada mən gəldim, dedim ki, mən getmək istəmirəm, əgər getsəm, ailəmə dedim də, yəni ailə üzvlərinin ki, getsəm məni kursdan xaric edir. Burada kursda icazə vermirlər. Kursdan 1 gün, 2 gün və ya 3 gün xaric olmağa icazə vermirlər. Yəni məzuniyyət yoxdur, ezamiyyət yoxdur. Dedilər, bəs necə elə? Mən dedim ki, yəni, bu mümkün deyil. Gəldim kurs rəhbərinə dedim, o vaxt ki, həm türklər idi bizdə kurs rəhbəri, həm də ki, Azərbaycanlılar idi ki, demək, dedilər ki, istəyirsən get yine, qabağında 2 şərt var, ya seçməlisən toyu, ya da ki, kursu. Mən dedim ki, yox, mən kursu seçirəm, mən öz həyatıma davam etmək istəyirəm, çünki mən xüsusi təntid qüvvələri özümü görmək istəyirəm. Gəldim, valideynlərimə dedim ki, o elə bir ki, mən ürəyim oradadır, özüm olmasam da ürəyim oradadır mənim, narahat olmayın, yəni gedin, toyunuzu davam edin. Belə bu maraqlı bir əhvalat da oldu və mən özümü kursu bitirdikdən sonra xüsusi təntid qüvvələrə xidmətə başladım. Bizdə bilirsiniz ki, çox ağır təlimlər olur, çox idmanlar olur, yəni yarışlar olur. Biz onlarda çox fəal iştirak edirik və özümüzü belə deyək, döyüşə hazırlayırıq. Yəni ki, biz döyüş hazırlığımız çox yüksək səviyyədə salır. Hər zaman ki, yəni necə ki, müharibədə də, tapşırıqlarda da bu özünü büruzə verdi. Belə deyək də, mən xidmət ediyim vaxtda bir neçə xarici dövlətlərdə hərbi kurslarda və təlimlərdə iştirak etmişəm. Bir neçə xarici dövlətlərdə belə deyək, Türkiyənin xüsusi təntid qüvvələri var, özəl qüvvətlər. Ora mən 6 aylıq yenidən kursa getdim və orada o da çox çətin kursu. Yəni bilirsiniz ki, biz də onlardan götürmüşük o kursu. Onların müəllimləri, təlimatçıları gəlib bizə ilk başlanğıcı onlar verib, köməkliyi onlar edib və mən yenə də orada ikinci dəfə bizim dövlət tərəfindən göndərildim. Yenə orada müvəffəqiyyətlə orada xüsusi təntid qüvvələri həm layiqincə təmsil elədim, həm də layiqincə orada kursu keçdim. Yəni yer də tutdum orada. Orada biz 4 nəfər getmişdik. Çox yaxşı, ikinci yeri mən gizli olaraq mən ikinci yerə götürdüm orada. Yaxşı nəticə ilə götürdüm. Bir də mən Türkiyədə kursda olarkən 11 xarici xüsusi təntid qüvvələrin içərisində, 11 xüsusi təntid xarici qüvvələr mənsublarının içərisində 30 kilometr tam təchizatlı, 30 kilometr tam təchizatlı, belində beşmişok, başında kaskas, əlində silah, bədənində hücum yeleyi, 30 kilometri dağlı dərəli yerdə birinci yerə çıxdım. Orada Azərbaycan Respublikasının bayrağını, himnini səsləndirdim. Orada onlara göstərdim ki, 11 xarici dövlətin xüsusi təntidlərinə ki, yəni Azərbaycan xüsusi təntidləri var, həqiqətən də, yəni ki, güclüdür. Biz yenə də deyirəm, biz onu müharibədə də, tapşırıqlarda da biz onu sübut elədik. Yəni biz onu qıraqda da sübut eləmək lazımdır və biz mənim kimi xüsusi təntid qüvvələr mənsubu da bir çox dövlətlərdə yaxşı nəticələr göstərib. Rəhmətli bilirsiniz, mənim qrup komandirimdə olub Məmmədov Fikrət, kapitan Məmmədov Fikrət, o da Pakistanda çox gözəl yer tutmuşdu, həm o qaçış üzrə çox gözəl nəticə vermişdi. Yəni demək istədim ki, xüsusi təntid qüvvələr hara gedibsə özün orada doğruldu. Ondan sonra Sloveniyada hərbi kursda olmuşam, xizəkçilik qış kursunda olmuşam. Belə deyək ki, Alp dağlarında o mənfi 40-50 dərəcə soyuğunda orada, gecə-gündüz orada yəni çətin təlimlərdə olmuşuq. Ondan sonra Gürcüstanda olmuşam, hərbi dağçılıq kursunda, sonra Norveçdə olmuşam, orada da xizəkçilik kursunda olmuşam. Belə kurslarda iştirak eləmişəm. Yəni döyüş hazırlığımızı gəlib burada da öyrənməyimizlə əlavə, həm də ki, döyüş yoldaşlarımıza, xidmət yoldaşlarımıza bunları aşılamışıq, belə deyək, öyrətmişik də, yəni belə deyək, nətər deyim sizə, öyrədib onları başa salmışıq ki, döyüş hazırlığı yüksəlsin. Xüsusi təntid qüvvələri biz hər zaman yüksək döyüş hazırlığında oluruq. Daim idmanlar edirik, daim dərslərə, təlimlərə qatılırdıq. Özümüz bizdə təlimlər çox ağır olur. Biz bunu özümüzə hazırlayırıq ki, bilirdik ki, düşmən nə vaxtsa öz mənfur üzünü göstərəcək bizə də, yəni başlayacaq təxribatlar. Artıq dedik, biz elə zənn etdiyimiz kimi də artıq 2012-ci ildən düşmən təxribata başladı.
cəbhə xəttində bir neçə yerdən başladılar təxribata. Bizim şəhidlərimiz oldu. Yəni ki, bu sir deyil, şəhidlərimiz oldu. Artıq bizə də komanda gəldi ki, vaxtdır, artıq döyüş tapşırıqlarına başlamaq vaxtıdır. Demək, o vaxt yadıma gəlir ki, ilk tapşırığım rəhmətlik Kapitan Məmmədov Fikrətlə mənim qrup komandirim olmuşdu o zaman. Demək, onunla ilk tapşırığım onunla oldu, yəni o qrupla oldu. Demək, biz orada Tərtər istiqamətindən keçdik. Demək, tapşırıq çox uğurla oldu, çox uğurla oldu. Yəni Məmmədov Fikrət, rəhmətlik şəhidimiz çox belə qorxmaz adam idi, ürəkləndirən idi. O heç nədən qorxmazdı. Deyirdi ki, ölümü də belə gülər üzlə qarşılamaq lazım. O birisi də hər zaman deyib gülən, mehriban insan idi. Ona görə onun şəxsiyyəti də qrupda çox mehriban insanlardır. Hər yerə gəzməyə bir yerdə gedərdik, yəni istirahətlərə bir yerdə gedərdik, qrup tərəfində, təlimlərdə bir yerdə gözəl işlər. Hətta döyüşdə də çox belə ürəklə getdik. Biz elə bir döyüşə gedəndə, biz o həmin tapşırığa gedəndə, deyək ki, bir ilk tapşırıq olmaq, elə bir təlimə getdik biz. O qədər yəni ürəklə getdik. Qorxu hissi, həyəcan hissi keçirmədik. İlk tapşırığımız olmağına baxmayaraq. Orada artıq Tərtər istiqamətindən biz keçid elədik. Düşmənin postuna biz hücum elədik. Orada çox uğurla, birinci demək olar ki, indi xidmətdədir, həmən adlarını çəkə bilmirəm. Həmən o xidmət yoldaşlarım ilk öncə saatları götürdü, oyaq saatları. Ondan sonra biz bir yaxın məsafədə 5-10 metr məsafədən artıq postu əlimizdə nə var idi? Çünki komanda elə gəlmişdi, əlimizdə nə silah, sursat, qumbaratan var. Hamısını postu dağıdın, çıxın, əsrə ehtiyac yoxdur da. Yəni ki, çünki biz orada vaxt itirə bilərik də, yaxın məsafədir. Köməyə gələn, çünki cəbhə xəttində belə bir şey vardı. Yəni növbətçi hissə var. Bizim tərəfdə də var, onlar tərəfdə də var. Təxribat olan kimi növbətçi hissə dərhal özünü çatdırır. Ona görə biz orada nə var, əlimizdə olan bütün silah hamısını boşaltdıq, darmadağın elədik. Orada demək olar ki, bir dənə erməni sağçım, bir dənə güllə belə atılmadı bizə. Rahat şəkildə heç qaçmayaraq ki, çox rahat şəkildə də biz cəbhə xəttini geri qayıtdıq. Orada da demək, çox uğurla ilk tapşırığımı yerinə yetirdim. Ondan sonra bir çox tapşırıqlarım olub, Mirzə Abidən qardaş. Demək, bir üçün mən sizin üçün danışım, izləyicilərimiz də eşitsin. Demək, ilk tapşırığımız olandan sonra bizim briqada komandiri 2014-cü ildə şəhidimiz rəhmətli polkovnik leytenant Mirzəyev Murad idi. Demək, o mənə deyək ki, köhnə uşaqları belə deyək, köhnə gizirlər, xidmət çoxlamışdılar, çox inanırdı. Çünki görür, tanıyır, bilir də kimləri tapşırıqlara daha öndə qoymaq olar, kimlərə güvənmək olar da. Yəni, bir var təcrübəsi olan, az olan gizirlər, bir də var ki, təcrübəli gizirlər, illərdir xidmətləmiş gizirlər. Ona görə o bir dəfə, demək, 2014-cü ilin mart ayı idi, 19-cu günü. Gördüm ki, mənə zəng gəldi. Artıq bizi səhv eləmirəmsə 20-ci gündür, bayram gündür. Gördüm ki, mənə zəng gəldi hərbi hissədən. Bizdə kod kəlmələr var ki, hər növbətçi hissə zəng elədi ki, bəs şeydə gəl yine, kod adından ki, gəl qayıt yine hərbi hissəyə təcili gəlmişəm. Mən də təcili qayıtdım. Qayıtdım, gördüm ki, hərbi hissədə heç kəs yoxdur. Ümumiyyətlə, hamı bayrama buraxılıb da bir gün, 2 gün, bizdə çox da verməsə, bir gün, 2 gün istirahat verirdilər. Qayıtdım, gördüm ki, polkovnik briqada komandirimiz orada durub və mənim kimi bir 6-7 nəfərdə qrupun üzvləri var. Polkovnik Mirzəyev qrupu yığıb özü əməliyyat komandiridir. Yəni, tapşırığın əməliyyat komandiridir. Dedi ki, tapşırığımız budur ki, yuxarıdan komandanlıq tapşırıq qoyub ki, demək, Naftalan ərazisindən keçilməlidir, o Barambat meşəsindən. Orada, demək, tapşırıqlayıcı olunacaq. Gələcək tapşırıqlar üçün postların yeri, taburların yeri, bölüklərin yeri şəkillərlə, video kamera vasitəsilə və xəritəyə yerləri köçürülməklə çəkili məlumatlar toplanıb yuxarı qərargaha bildirilməlidir. Və bu ünvanla biz həmən bayram günü yollandıq Naftalan ərazisinə və orada bizim əməliyyat komandirimiz polkovnik Mirzəyev Murad olsa da rəhmətli şəhidimiz, amma özü də bizimlə getdi. Bizi ürəkləndirmək üçün dedik,
Əslində özü getməməli idi, o özü orada qalmalı idi. Yəni arxada o bizi idarə eləməlidir. Bütün məlumatları biz ona ötürməliyik, çəkilişləri verməliyik, hadisələr barəsində ona məlumat verməliyik. Amma özü də ki, mən də sizinlə gedəcəm. Nəysə 6-7 nəfərlik qrupla, 7 nəfərlik qrupla biz yollandıq. Demək, orada həmən naftalar arasında bilərsiniz, İnci çay var. İnci çay istiqamətindən qalxdıq, Baranbad meşəsindən yuxarı. Bütün orada 3 gün qaldıq biz, 3 gün. 3 gün düşmən arxasında qaldıq. Demək olar, cəmaət burada bayramda olanda heç hərbi hissəmizin də xəbəri yoxdur. Biz artıq orada gələcək məlumatları toplamaq üçün çəkilişlər edirdik, məlumatları təzələyirdik də ki, gələcək tapşırıqlar üçün. Biz orada 3 gün yaxşı oraların çəkilişini elədik. Xəritəyə yerlərini köçürtdük. Hələ biz də bilmirdik ki, gələcəkdə yenə tapşırıqlar olacaq da. Yəni, çəkilişləri eləyəndən sonra qayıtdıq, gəldik. Artıq mən oraları bələd olmuşdum da, yaxşı bələd olmuşdum. Polkovnik Mirzəyev dedi ki, növbətçi aprel ayıydı, deyəsən, tapşırıq gəldi. Polkovnik Mirzəyev dedi ki, səni başqa tabura ezam verirəm. Sən çünki orada ön xəttə açmışsan orada. Biz sizdə ön xəttə minalar çoxdur. Ermənilər orada 1 metrdən bir, 50 santdan bir mina döşüb, piyada əleyhinə mina. Özdə biz meşənin içində elə mina döşüb ki, belə deyək də, nizamnamədən kənarda, məsələn, qayda qanun üzrə o 1 metrdən bir olmalıdır, piyada əleyhinə mina. Amma bunu yan-yana qoyub, elə qoyub ki, qorxusundan ki, yan-yana çox sıx düzüb. Onlarda da bir sizdə mina hazırlama zavodu var da. Onlar üçün problem deyil. Mina hazırlar, döşürlər, hara gəldi. İndi də elə görürsünüz də, işğaldan azad olan torpaqlarda hal-hazırda harada gəldi düzənsiz, harada gəldi mənfurcasına düzüblər. Yəni yerlərinin xəritələri də yoxdur, harada gəldi düzüblər. Yenə deyirəm, düşmən 2012-dən təxribatlar törətməyə başladı. Artıq 2014-ün başlanğıcından düşmən bir neçə istiqamətdən, cəbhənin bir neçə istiqamət, hətta Dövlət Sərhəd Tovuz istiqamətindən də, Gədəbəy istiqamətindən də onlar döyüş tapşırıqları icra etməyə başladılar. Bizim bir neçə şəhidlərimiz oldu, hər Tərtər istiqamətindən şəhidlərimiz oldu, Füzuli istiqamətindən. Biz artıq yenə tapşırıqlara başladıq, bizə tapşırıqlar gəldi. Artıq tapşırıq gələndə Polkovnik Mirzəyev Murad məni çağırdı, dedi ki, mən səni digər bölmə var. Ora hələ ki o digər bölməyə gəlmişdi, bizim bölməyə gəlməmişdi, bizim tabura tapşırıq gəlməmişdi. Mən səni o ərazini yaxşı tanıdığın üçün səni həmən bölmənin tərkibində tapşırığa göndərəm və sən ön xətti, yəni təcrübən var da, sən bilirsən ön xətti açmağı, hər bir şey qaydasındadır və həmən o istiqamətləri gözəl tanıyırsan. Dedim ki, problem yoxdur, yəni əmr verilibsə, mənim gözüm üstə, başım üstə, mən sözsüz onu yerinə yetirməliyəm, bizim belə bölmə tərkibində olmasa belə. Nəsə tapşırıq verildi. Həmən bölmədə mən sizə, yəni zahir deyim, Məmmədov Sərxandır, həmən o indi ehtiyatda olan gizirlərdən, yəni yaralanıb qazi olan gizirlərdən, Cəbiyev Erşən, həmən o bölmədən bax o gizirlərdir. Sonra Ağasəmi var, kapitan. Bax, həmən bölmənin tərkibində onlardır. Mən onlarla həmən tapşırığa getdim. Demək, tapşırıq həqiqətən çox uğurlu alındı. Orada mən şəxsiyyəti tam tərkibdə demək olar ki, keçirdim, yəni təhlükəsizdə heç bir problem olmadan. Demək, orada tapşırıq əsnası biz siz necədir? Tapşırığı aldıq, cəbhə xəttinə yaxın bizim cəmləşmə yerimiz olur həmişə. Gedirik orada tapşırığı alandan sonra 2 gün, 1 gün, 3 gün nə qədərsə, komandir nə qədər vaxt qoyursa, komandanlıq nə qədər vaxt qoyursa, biz o ərəfədə tapşırığa hazırlaşırıq. Həm praktiki, həm də nəzəri olaraq tapşırığa hazırlaşırıq. Yəni, bütün tapşırıq detalları ilə hazırlayırıq ki, orada bir problem çıxmasında tapşırığa plana uyğun getsin. Demək, orada mənim üzərimə düz ön xəttə açılma idi təkcə. Sonra qruplar, 2 dənə qrup vardı. Bir basqın qrupu vardı, bir də pusqu qrupu vardı. Orada indi hal-hazırda əməliyyat zabiti olan çox yüksək rütbəli var. Bizdə indi hal-hazırda Milli Təhlükəsizlik Nazirliyinin çox yüksək xarici kəşfiyyatında xidmət edir. Ora vəzifəyə verilib, çox yüksək vəzifəyə. O adını deməyəcəm, o polkovnik gəldi mənə dedi ki, Əliyevlər, o mənim briqada komandirim olmuşdu. Həmən onun ərəfəsində mən Türkiyə
belə deyək, sürprizlər kursuna gedim. Sürprizlərin hazırlanması, əl altı vasitələrlə sürprizlərin hazırlanması kursu. Mən yəni sürprizlər işində çox qəşəng bilirəm, istehkamçı olaraq. Yəni bu mini axtarmaq, araşdırmaq, partlatmaqdan əlavə əl altı vasitələrlə sürprizlərin hazırlanmasını mən onun kursunu Türkiyədə görmüşəm. Yəni öyrənmişəm, yaxşıdan düz yoldaşlarımıza da kömək ediləmiş, öyrətmişik indi nə əlimizdən gəlir. Yəni mənim döyüş yoldaşlarım indi bilir. Yəni bilirlər, yəni özləri də məndən öyrəniblər bir çox şeyləri. Demək o mənə çağırdı, dedi ki, Əliyev, həmən o tapşırıq mərhələsində biz hazır Cəmləşmə rayonunda hazırlaşırıq tapşırığa. O mənə dedi ki, Əliyevlər, sən sürpriz hazırlamısan, bu sürpriz olmalıdır. Səni mən yazmışam, əməliyyat zabiti, səni yazmışam mən puskunun tərkibində, pusku qrupunun tərkibində. Sən orada hücum qrupundasan, orada düşmənin o köməyə gələn qüvvəsini məhv edəcək. Çünki bu tərəfdə basqın olan kimi, yenə də dediyim kimi, cəbhə xəttində belə bir şey var. İstər ermənilərdə, istər bizdə. Demək, əgər təxribat törədilirsə, bölük olsun, belə deyək, tağımın dayağı məntəqəsi olsun, post olsun, oraya qədər təxribat olarsa, dərhal o növbətçi bölmə oyaq olur. Maşınları hazır olur, hazır vəziyyətdə, dərhal silahları əlində gəlirlər onlar köməyə. 5-10 dəqiqə, 15 dəqiqə ərzində gəlib çatdıra bilirlər özlərini taburdan və ya bölükdən. Demək, o mənə dedi ki, sən həmən köməyə gələn qrupu sürpriz üsuluna məhv edəcəksən. Dedim ki, yaxşı. O mənə dedi ki, sən burada sürprizi hazırlayacaqsan, mənə göstərəcəksən, təqdim edəcəksən və həmən onu orada icra edəcəksən. Belə deyək, mən bir söz demək istəyirəm. Demək, o tapşırıqda həmən o mən sürprizi maşını necə partladacağam hazırlayarkən Gizir Alcanov Ceyhun gəldi, yaxınlaşdı mənə ki, indi ehtiyatdadır, ona görə rahatlığına adını çəkirəm. O indi özü də bilir, yadındadırsa özü də çox yaxşı yadım. Dedi ki, yoldaş Gizir, bəs bizdə burada bölükdə, yəni taburun tərkibində bu qədər Gizir var, içi mən qarşı istehkamçı var. Sizə niyə görə əziyyət veriblər? Sizə niyə görə bu tapşırıq verirlər? Biz özümüz hazırlayarıq da, siz gedin. Dedim ki, əgər istəyirsiniz, məni görmək istəmirsinizsə, gedin yəni yuxarı komandirlərə deyin. Nəsə orada gedib demişlər, razılıq verməmişlər, bilmirəm nətərsə, yenə mənə tapşırıq verirlər, mən başladım hazırlamağa. Orada düz mənim köməkçilərim də var, indi hal-hazırda həmən bölmənin tərkibində xidmətdədir. Beyləqandandır, çox ürəkli uşaqdır, yəni mənim köməkçim idi, həmin o sürprizlər hazırlama ərəfəsində. Biz tapşırığa başladıq, həmən gecə Naftan ərazisindən keçdik, Barambat meşəsindən keçdik, çatdıq tapşırıq yerinə. Onda bizimlə Polkovnik Mirzəyev Murad özü də getdi, şəhidimiz. O yenə də həmən tapşırıqda özü getdi. Heç əməliyyat sabitə də deyildi. Əslində o heç əməliyyat, yəni o şəxsiyyəti ruhlandırmaqdan ötürü o şəxsiyyətlə özü də getdi. Düzdür, ayrılma nöqtəsində dayandı, yəni tapşırıqlarda ayrılma nöqtəsində dayandı o. Biz ayrılma nöqtəsi, biz sizinlə qrupların ayrılma nöqtəsi var. Hər kəsin öz tapşırığı var. Həmən nöqtədən qruplar sayılır, komandirlər məruzə edir həmən o komandirə. Ondan sonra qruplar başlayır, davam edir tapşırığı yerinə. Demək, orada basqın öz yerinə gedəcəkdi, tapşırıq belə olacaqdı da qardaş. Demək, basqın gedib yerləşəcəkdi öz yerinə. Pusku qrupu da bizim qrupda gedib yerləşəcəkdi, həmən o meşəlik ərazidə, taburdan, bölükdən gələn istiqamətdə köməyə gələn həmən hansı ki maşın var, o köməyə gələn maşını biz sürpriz edib, yəni basqın tapşırığı icra edildikdən sonra səs-küy qopur, silahların səsi, partlayış səsi, onlar dərhal gəlirdi. Gələn anda biz onları sürprizlə qarşılayıb maşını partlatlamalıyıq. Hələ şükür Allah planladığımız kimi də oldu. Demək, basqın qrupu getdi, bizdə elə bir basqın qrupu belə deyil də, mən şimal-şərq deyə bilməyəcəm, sağ-sol deyəcəm də, hərbidə bilirsiniz ki, cəhətlərlə gedir, şimal-şərq istiqaməti, cənub-şərq istiqaməti, belə deyil də. Onlar getdilər şimal-şərq istiqamətinə, belə sağ tərəfə, biz də sol tərəfə getdik, təminat yolu tərəfə də, həmən maşının gəlmə istiqamət, tabur tərəfə. Demək, qardaş, belə oldu da, basqın tam yerləşmədir, tam yerləşib məruzə eləməlidir əslində. Tam məruzə eləməlidir ki, biz yerləşmişik. Siz başlayın pusku qrupu, uyğun yerimizdə puskunu qurun. Belə oldu ki, basqın qrupu duyuq düşmüşdü ermənilər. Yerləşən anda təcili basqın qrupu basqın nədir?
Baxmayaraq yerləşə bilməyib, amma basqın. Orada bütün həmən belə deyək də, Dağı məntəqəsini darmadağın etdi. Basqın qrupu, Cəbir Verişəngilin, Məmmədov Sərxangilin qrupu da, Ağasəmingilin qrupu darmadağın elədilər demək olar. Orada bir nəfər sağ çıxmadı. Orada şəhidimiz Bədalov Oqtay var. O indi şəhid olub Vətən müharibəsində. Demək, o da orada xəsarət almışdı. O orada yaralanmışdı həmən an o tapşırıqda. Demək, burada da mən minaları qururam, sürprizləri qururam da. Gördüm ki, məruzəsiz başladılar da. Onlar bizə deməlidir ki, biz yerləşmişik. Siz başlayın. Gördüm ki, bunlar tarpatur düşdü, atışma düşdü. Bizim qrup komandiri var. Dedim ki, yoldaş kapitan, bəs bunlar axı məruzə eləmədi, yəqin duyuq düşdülər. Rabitə ilə dedilər ki, biz açığa çıxdıq. Təcili pusku deyirlər. Basqındır, təcili basqın elədik. Nəysə, moment qalmayıb, mən axı 4 dənə, 5 dənə mina yerləşdirməliyim. MON 100 minası da 5 kiloluq ağır minalar, istiqamətləndirilmiş minalar. Demək, onun belə yekə kürəcik 10 santimetrliyində, diametrliyində var. Kürəcik qəlpələri var. O adama dəyəndə adamı ortadan bölür. Bir-ikisi dəyəndə adamın parçası təsəvvürlə o avtomobili, zirehli texnikanı sıradan çıxaran bir şeydir. Maşını partladır, sıradan çıxaran bir şeydir. Təsəvvürlə onun 5 dənəsi mən qurmalıyam da, gecə vaxtıdır. Köməkçim də var, həmən o Beyləqandan dediyim Gizir. O da ürəklə, o da mənə çox kömək elədi o minanın qurulmasına. Gecə vaxtıdır, çox çətindir. Yəni, minanı qurmaq elə-belə asan şey deyil. Yəni, demək istəyirəm ki, sən o həyəcanla, biz tələsirik burada ki, onlar gəlir axı, artıq silahların səsi, qumaraların səsi eşidiləndən sonra onlar gəlir. Biz bunu artıq bir 10-15 dəqiqəndə qurmalıyıq. Vaxt yoxdur, məqam yoxdur. Artıq tezbazar qrup komandı dedi ki, Əliyevlər, bəlkə qurmayasan minanı, çünki çatdıra bilməyəcək. Çünki biz burada eləyərlər, geri çəkilər basqın qrupu, biz qalarıq burada, müasirədə qalıb. Çünki biz çox arxaya girmişik axı, biz tabura, bölüyə yaxın girmişik. Dedi, biz burada bağlayarlar bizi, yəni cəbhə xəttini bağlayarlar, elmə gücləndirərlər. Biz sonra keçid qayda bilməyik. Deyim ki, yoldaş kapitan, mən bunu eləməliyəm, mütləq eləməliyəm. Əgər bu boyda əziyyət çəkilibsə, basqın qrupu tapşırıq eləyibsə, biz də puskunu icra eləməliyik. Çünki tapşırıq tam alınmalı, biz ölümümüz bahasında da olsa bunu eləməliyik. Nəysə, Polkovnik Micə Murad rəhmətlik rabitə ilə ayrılma nöqtəsindən çıxdı ki, bizim qrup komandirine, pusku qrup komandirine. Bəs çatdıra bilmirsinizsə, Əliyevlərə minaları qurmasın, götürüb gəlsin. Dedim ki, mənə 5 dəqiqə vaxt versin, 5 dəqiqə. 5 dəqiqəyə mən minaları qurub çıxıram. Təsəvvürlə ki, mən onu 10 dəqiqəyə qurmalıyam da, gecə qaranlıq, meşənin içərisi, orada səhv eləsən sürprizdir. Biz necə istiqamətləndirilmiş minadır. Orada mən səhv eləsəm, demək, o elə bir ki, belə deyək də, sensorlu qurduq da biz onları. Sensor, Allah eləməsin, orada bir dənə kiçik bir səhv olsaydı, o bütün qrupu da mənə də məhv eləyə bilərdi, o minalar. Mən belə dedim, qrup komandına dedim ki, belə qərar verdim ki, qrup komandından xahiş edim ki, qrupu çək təhlükəsiz bir məsafəyə. Xahiş edim, sizdən çəkin təhlükəsiz məsafəyə. Əgər partlayış olsa, ola bilər də səhv eləyərəm. Bunu dedim ki, ola bilər səhv eləyərəm. Siz gedin, təhlükəsiz 500 metr gedin arxada, məni gözləyin. Köməkçimlə məni gözləyin. İndi həyatdır, alınmasa biləcəksiniz ki, şəhid olmuşuq da, qardaş. Dedim, siz çəkilin. Onlar, qrup komandiri mənim sözümə qulaq asdı, çəkilirəm, 500 metr gözləyirəm sizi arxada. Nəsə, onlar getdilər, bizi gözləyirlər. Biz minaları qurduq, tez, elə bir həyəcanlı moment ki, oradan da görürük ki, maşının işığı gəlir. Təsəvvür edin, tabur tərəfdən maşının işığı gəlir. Maşın gəlir də, təsəvvür biz 2 nəfər burada taburun yaxınlığına dayanmışıq, minaları qururuq. Nəsə, minaları quran momentdə artıq o sensorlar işə salma mərhələsi var axı. O da təlimatdan kənardır. Biri var ki, təlimat üzrə hərəkətləyəsən, məsələn, istehkamçılarda hər bir şeydə təlimat var. Ondan kənara çıxa bilməzsən. Ondan kənara çıxarsan da, demək, təhlükəsizlik qaydalarının pozulacaq fərqi yox. Tapşırıqda olsa özün məhv olursan. Nədir, təhlükəsizlik qaydalarını pozursansa, özün məhv olursan. Düşməni məhv eləmirsən. İndi orada mən an vardı, onu qurmalıyam ki, artıq o işə salınsın. Orada da bir balaca gecədir, qaranlıqdır. Əgər səhv eləsəm, ikimiz də gedəcək. Mən dedim ki, o həmin xidmətdə olan Gizirə dedim ki, sən məndən kiçiksən də, mən bu işi öhdəmə götürməm. Deyir, yoldaş Gizir. Məndən kiçikdir, o deyir, yoldaş Gizir. Mən xahiş mən sizinlə dedim ki, yox. Onu mən yaxasından tutdum, dedim ki, adını deməyəcəm də, sən gedginə,
gedginə. Qoy partlayanda birimiz partlayaq. Mən sadəcə mən orada onu işə salmalıyam da. Partlaysa, yəni birimiz partlayaq. O maşın da yaxınlaşır, məqamdır. Nəysə onu göndərdim, getmədi. Yəni getdi bir 50-100 metr o tərəfdə dayanıb ürəyə dözməyib məni gözlədi. Gözlədi ki, axı şəhid olsan da, şəhid olsam mən orada, heç orada mənim tikəmi tapmaq olmaz. O qədər mina içərisində mənim tikəmi tapmaq olmaz. Təsəvvürlə, mən minaların mərkəzində durmuşam. O sensor qurmaq üçün maşını görmək üçün də sensor. Mən onun mərkəzində durmuşam. Orada təsəvvürlə maşını parça-parça edirsən, mənim heç tikəmi orada tapmaq olmaz. Demək, orada belə qardaş, Allaha çağırdım ki, Allah məni yəni ki, yarıda qoymada bu işimi. Mən bu işi ürəklə görürəm. Sən mən Allahdan bir dilə etdim. O həmən o məqamı, o qoruyucu çeka var da, belə deyək, qoruyucu açar var. Onu çəkdim. Çəkəndə gördüm ki, hər şey qaydasındadır. Sensor işə düşdü, problem yoxdur. Yəni təhlükəsizdir. Çəkildim, sürünərək çəkildim arxaya təhlükəsiz məsafə ki, sensor yəni işə düşməsində. Gəldim. Gələndə qrup komandiri bizi qarşıladı. Qarşılananda polkovnik bizə dedi ki, Əliyev, nə oldu, qura bildin sən bu vaxtda, bu tezliyə qədər? Dedim ki, bəli, cənab polkovnik, qurmuşam, hər şey qaydasındadır. Elə ayrılanma nöqtəsindən çıxmışdıq ki, indi görürək, arxadan da bizi həmən o əməliyyat zabiti, dediyim o polkovnik bizi izləyir. O Şahin gecə görüşlər var, yəni o Şahin termal kameralar var da, uzaq məsafədən 5 kilometrə qədər məsafəni izləyə bilir. Təsəvvürlə, tərtəmiz necə lazımdır, bütün hərəkətləri izləyə bilir o. Demək, o onunla izləyir, görür ki, biz gəlirik, maşın həmən o minalara çatanda maşın darmadağın oldu. Təsəvvürləyin ki, maşın o içərisində 24-25 nəfər tağım vardı onun içərisində. Komandir də qabaqda oturur, arxada şəxsiyyət olur, silah sürsə, Ural tipli maşın idi. Bütün maşın darmadağın elədi demək olar. 24 nəfər yandı, alovlandı da, düşdü dərədən aşağı maşın, belə deyək. Orada bir polkovnik Mirzəyev məni qucaqladı, çox sağ ol Əliyevlər, halal olsun sənə, sən bu məqamda bunu elədim. Yəni ki, işimizdə bizim Azərbaycan Respublikasının xidmət dediyi də. Mən özüm də çox qürurlandım orada. Qrupda orada həmin o dəstədə məni təbrikləyənlər oldu ki, hələ yerdi ki, Əliyevlər sağ ol, bunun işi bacardın. Yəni, basqın da alındı, püskü da alındı da, çox gözəl alındı basqın, püskü işi. Ondan sonra bu tapşırıq belə oldu. Belə deyək də, bu tapşırıqda mən cənab prezidentimiz həm medalla təqdim elədi bu, həm də yüksək məbləğdə pul mükafatı mənə adıma göndərdi cənab prezident. Orada mən mükafatlandırdı. Təşəkkür edirəm cənab prezidentə öz adımdan. Demək, sonraki tapşırıqlarımızda belə deyək ki, bir çox tapşırıqlar var. Mən indi bunları çatdıra bilməyəcəm. Əsas məqam, indi yaralanma məqamından danışım, avqust hadisələrindən danışmaq istəyirəm sizə. Demək, yenə də o düşmən durmur. Düşmən hər tərəfdən yenə onlar da özlərini qisas almaq istəyir də, belə deyək də. Amma onlar fikirləşmirlər ki, onlar boş yerə qan tökürlər. Biz yenə şəhidlik məqamını ucalsa da öz torpağımıza görə gedirik. Öz torpağımız uğrunda şəhid oluruq. Onlar onu başa düşmür, onlar kafir olur öləndə. Demək, belə deyək də, bir tapşırıqdan da danışım sizə, avqust hadisələrindən danışım sizə. 2014-cü ilin iyul ayının axırları bizə yenə tapşırıq verildi. Tapşırıq veriləndə artıq bizim öz bölməmizə verildi. Yəni, tapşırıqlar verildi, yəni mən artıq bir neçəsinin üstündən keçirəm. Yəni, bu qanlı döyüş var, ondan da, yəni uğurlu döyüşümüz var da, ondan danışmaq istəyirəm sizə. Daha çox, yəni düşmənə itki verdiyimiz döyüşdən danışmaq, həm də şəhidlərimizin olduğu bir döyüşdən danışmaq istəyirəm. Demək, qardaş, Mirzəvidən qardaş, belə bir şey oldu. 2014-cü iyulun ayının axırında bizə döyüş tapşırığı verdi, bizim öz bölməmizə. Demək, orada biz Cəmləşmə rayonuna, yəni həmişəki kimi Cəmləşmə rayonuna getdik. Orada döyüş tapşırığına hazırlaşdıq. Bizə ilk öncə belə oldu da, yəni ki, bir neçə istiqamətdən biz keçməyə cəhdlədik. Düşmən artıq o qədər qüvvə yerləşdirirdi ki, Cavidan qardaş, o qədər qüvvə yerləşdirirdi ki, biz həmən postlarda da, dayaq məntəqələrində o qədər bölmə yerləşdirir ki, bizim keçməyimiz artıq çox çətinləşirdi. Müşahidələr çox çətin. Biz artıq boşluq tapa bilmədik ki, biz oradan tapşırığı gedək, icra eləyik. Demək, özləri də bilirdi, yuxarı komandanlığa da məruz elədik ki, keçmək mümkün deyil. Bir neçə dəfə cəhdlədik, keçmək mümkün olmadı. Artıq yuxarı komandanlığa gəldi ki, mütləq keçməlisiniz. Keçid olmalıdır, tapşırıq. Çünki bizim həmən vaxtda iyulun
axırında şəhidlərin, istehkamçılarımız işləyəndə həmin o briqadanın cəbhənin önündə briqadalar dururdu. Biz briqadaların istehkamçıları işləyəndə həmən bizim o kəşfiyyat ermənilərin kəşfiyyat qrupu keçib bizim briqadanın istehkamçılarını şəhid eləmişdi. Harasa 7-8 nəfər orada şəhidimiz olmuşdu. Düşmən erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum etmişdir. Biz itki vermişik, əskərlərimiz şəhid olmuşlar. Biz də həmən mərhələdə, həmən vaxtda biz də tapşırıqlar icra edirdik. Orada elə cəbhə xəttindəydik biz də. Dedilər ki, yox, bu şey olmamalıdır, yəni təxirə salınmamalı. Nəyin bahası nasıl olur olsun, o şəhidlərin qisası alınmalıdır. Yuxarıdan hələ gəldi, tapşırıq elə gəldi. Biz də artıq Ağdam rayonu istiqamətindən bir keçid yeri tapdıq, başladıq həmən keçidi icra etməyə. Demək, həmən o tapşırıqda bilirsiniz də, demək, rəhmətli Orucov Mühit var idi. İndi qazi olmuş Əliyev Nizami var polkovnik leytenant. Sonra şəhidlərimizdən Hüseynov Rahil var, Əhmədov Elçin var, Əliyev Pərvin var, bilirsiniz də, yəni o qanlı döyüşlərimizdən. Amma biz o qanlı döyüş olmağına baxmayaraq, biz orada düşmənə necə lazımdır itki verdik. Yəni, demək, orada biz başladıq Ağdam istiqamətindən keçidləməyə. Orada da yenə mən istehkamçı olduğuma görə qrupu həmişə mən keçirdim. Əgər harada tapşırıq olurdusa, orada qrup, yəni öz bölməmizdə də deyirlər ki, qrup komandirlər istəyirlər ki, Əliyev yollar keçsin bizi. Çünki onlar mənim praktikama, təcrübəmə güvənirdilər. Bilirlər ki, həm belə deyək də, indi biraz özünü tərifləmək kimi çıxmasın. Yəni, mən təcrübəli olduğuma görə çox qrup komandir istəyir ki, Əliyev yollar, ən azından Əliyev yollar ön xətti keçsin bizi. Tapşırıqla özümüz də icra eləyib. Necə həmən tapşırıqda mən qrupu keçirdim, necə lazımdır. Heç bir problem olmadan qrupu keçirdim. Özə bilirsiniz, Ağdam ərazisi düzənli ərazidir. Çox düzənli ərazidir. Orada belə deyək də, heyvan belə, kiçik heyvan belə görsənir. Demək, ay işıq olanda, vəbşim, belə deyək də, hər şey açıq aydın görsənir. Biz də keçid eləyən günü çox ay işıq vardı, yəni aydınlıq idi. Amma tapşırıq icra olunmalı idi. Biz yenə bir, belə deyək də, dərə yatağı taparaq, dərə yatağı deyəndə ki, belə xəndək arası taparaq, yəni keçidi icra eləməyə başladıq. İki postun arasından keçişə başladıq, keçdik. Uğurla keçdik. Orada valla keçdik. Artıq biz məruzə elədik ki, yuxarı komandanlığa. Yuxarı komandanlıq da bizi Şahin gözlə, Təpə gözlə orada bizi izləyirlər. Məruzə elədik ki, bəs biz keçidi icra elədik, gedirik tapşırıq yerinə. Biz getdik, orada bölüyün dayağı məntəqəsi var. Getdik, orada bölüyün dayağı məntəqəsinə tapşırıq icra elədik. Biz belə olmalıydı ki, əgər biz belə planlamışdıq da, planda ki, biz oradan əsir götürməliydik. Niyə görə əsir götürməliydik? Orada indi bilmirəm də, bizdən demişlər ki, əsir götürülsün. Səbəbini bilmirəm mən. Orada da biz növbətçi oğlama eləmədik. Baskın şeylər var da, növləri var. Növbətçi oğlama var, birbaşa var. Biz orada növbətçi oğlama eləyib, əsir götürməliydik. Səssiz götürüb, səssizdə çıxmalıydik. Elə oldu ki, yəni, orada üzümlüklər var. Bilirsiniz, Ağdam rayonu üzümlük ərazi olub. Çox böyük hektarlarla üzüm. Amma köhnədən də belə kolluqlar var. Biz onlardan istifadəyə hərəkətə başladıq. Həmən o təyinlərin köməkliyi ilə kəşfiyyatçının hərəkət təzlərinə əyilərək, sürünərək hərəkətə başladıq və hədəfə çatdıq. Hədəfə çatanda biz gördük ki, artıq ay işıqda, yəqin ki, onlar bizi duyuq düşmüşdülər. Yəni, biz yenə də deyirəm də, ay işığı bizə bir tərəfdən köməkliyi də eləsə, bir tərəfdən bizə çox mənfi təsir göstərirdi. Yəni, müsbət cəhətlər olmağına baxmayaraq, mənfi cəhətləri daha çox idi. Yəqin ki, onlar duyuq düşdü, biz hədəfə yaxın, orada demək, belə var da, baskında, boskada belə bir şey var. Qrupun tərkibində ünsürlər var. Demək, birinci təhlükəsizlik ünsürü gəlir, sonra atəşdəstək ünsürü gedir, sonra da hücum ünsürləri yerləşir də, yəni baskının tərkibində olan. Yəni, bu dünyanın hər bir yerində elədir. Yəni, kəşfiyyat qruplarında, ustant qruplarda elədir. Biz artıq hədəfə çatanda yola, sağa, sola şeyi göndərdik. Sizin təhlükəsizlik qrupunu, yəni o
mühafizə qrupunu göndərdik, yerləşdirdik. Artıq atəşkəsdə yerləşəndə biz 2 qrupa bölünməli idi. Atəşkəsdə yerləşəndə hədəfin istiqamətində də bunlar biz 2 qrupa ayrılmalıydıq da belə. Atəşkəsdə qrupu, hücum qrupu ayrılmalıdır. Bunlar bizi duyuqdu. Artıq məsafə olardı belə deyək də 40-50 metr. 40-50 metr məsafə olardı. Onlar bizə ilk öncə əsas da bizim yarım qrupa belə deyək də o atəşkəsdə yarım qrupuna yoğun atəş gəldi ilk öncə. Biz orada gördük ki, bir şey də mən unutdum deməyə, hətta orada yuxarı komandanlığa da Əliyev Nizami, polkovnik Əliyev Nizami də, Orucan Mühit də, rəhmət şəhidimiz, Allah rəhmət etsin onlara, o məruzə elədi ki, yuxarı arxa komanda, burada əlavə qüvvələr yerləşib. Cənab oğlum, burada əlavə qüvvələr yerləşib. Biz neyiniyik? Yəni, bizim qeyri-bərabər döyüş olacaq. Bizim say tərkibimiz azdır, amma onlar hiss olsun ki, orada çünki əlavə çadırlar qurmuşdular. Yəni, o dayaq məntəqəsinin yanında əlavə 4-5 çadır qurmuşdular onlar. Hissə ki, şəxsiyyət, görsən növbətçilər gəzir, o yüzə, bu yüzə, amma bizə bəlkə də görmüşlər, bizə bəlli eləmədilər də görməklərini. Biz də başladıq, həmən gəlirəm o şeyə, açılma nöqtəsində, həmən o düzəni alma nöqtəsində biz artıq yoğun bir atəş tutdu. Hücum yarım qrupu, Orucan Mühitgilin qrupu, şəhərimiz, polkovnik Əliyev Nizaminin qrupu sağ tərəfdən manevrlayıb, baskın eləməlidirlər, içərdən götürməlidirlər də. Yəni, planımız belə idi. Elə oldu ki, onlar bizə ilk öncə ateşi onlar bizə açdılar. Yəni, qeyri-bərabər döyüş getdi orada, çünki orada onların sayı çox idi, həddindən artıq çox idi. Demək, biz orada arxaya çəkilə bilməzdik. Gördük ki, artıq döyüş, məsafədə 40-50 metrdir, mən sənə deyirəm. Artıq döyüş başladı, biz irəliləməyə başladıq. Atışdəsi gördük, burada yəni ki, dayanmağın yeri yoxdur, arxa çəkilməyin yeri yoxdur. Ancaq var gücümüzlə, əlimizdə olan silah, sursatla başladıq döyüşə. Döyüş başladı, orada qarnlı döyüş başladı. İndi, yəni ki, o döyüşdə yenə deyirəm, qazimiz Məlikov Araz, Gizir Məlikov Araz da olub, o da öz döyüş səhəsindən danışıb, yəni ondan sonra Əliyev Pərvinin, Hüseynov Rail, Əhmədov Elçin. Əhmədov Elçin də mənim badim idi həmən moment. Demək, mənimlə solda Əliyev Pərvindir, belə deyək. Sağda, biraz sağda yenə xidmət edilmiş bir gizir var, o da yaralandı. Daha onun adını çəkməyəcəm, o hal-hazırda xidmətləyir. Qoca gizirlərdəndir özü o, yəni təcrübəli gizirlərdəndir. Bir də Hüseynov Raildir. Məndən sağda da Əhmədov Elçindir. Mən də onların ortasındayım. Biz düşdük atəş yoğunluğuna. Onlar bizə nəyi var? Onlar sağımızdan xəbəri yoxdur. Sağımızdan hücum qrupu manevrlir. Əliyev Nizami ili, Orucan Mühit ili oradan manevrləyir, onlara istiqamətinə gedir. Onların da əsas bizə tutur. Demək, biz orada İlk öncə qarşılıqlı, açdıqda qarşılıqlı döyüş getdi, nəyi var? Demək, orada belə oldu ki, ilk öncə şəhidimiz məndən solda, sağda, məndən solda Əliyev Pərvin, Hüseyn Rail oldu. Onlar baş nahiyələrindən güllə aldılar. Demək, biz Əhmədov Elçinlə irəlilədik, ta orada tikanlı səth vardı. Artıq 5-10 metr irəlidə tikanlı səth vardı, səngər başlayır da, belə o mühafizə səngər başlayır ki, onlar düşüb orada, onlar da oradan atış açır bizə. Biz Əhmədov Elçinlə artıq o tikanlı səthə çatanda, orada təkərlər də düzülmüşdü. Yekə, belə deyək də, traktor təkərlər var idi. Orada Əhmədov Elçin vuruldu, mənim badim vuruldu. Mən solda da Pərvin ilə vuruldu. Çünki solda hər kəsənin badisi var da. Mənim də badim Əhmədov Elçindir. Əhmədov Elçini vurdular. Əhmədov Elçin dayandı, görüm ki, səs çıxardı da. Başa düşdünüz, biraz belə dayandı, insan istər-istəməz səs çıxarır. Gəldim, yaxınlaşdım Əhmədov Elçin. Əhmədov Elçin belə başından belə qaldım. Təsəvvür döyüş gedir. Əhmədov Elçinin başına götürdüm, əlim belə sinəmə yaxın qoydum. Görüm ki, Əhmədov Elçin gözündən deyib, başını partladıb da belə güllə. Belə xırr elədi, son nəfəsini verdi. Son nəfəsi, əlimdə, qucağımda belə deyib, başı son nəfəsini verdi. Demək, orada mən döyüşən anda görüm ki, 2 dənə güllə mənə dəydi. Təsəvvürün yaxındır, ermənilərlə çox yaxındır, səngərdən döyüşür. 2 dənə güllə mənə dəydi. Dalbadal güllə mənə dəydi.
gördüm, bir də mənim silahıma dəydi həmən vaxtda. Silahımı indi mənim döyüş yoldaşlarım bilir, silahımı gətirmişdilər də, Məlik Varazda danışırdı həmçinin. Demək, mənim biri silahımın daraq istiqaməti var, darağın silaha birləşən istiqaməti var, oradan dəymiş. O təsəvvürlə mənim sinəmi tuturdu o güllə. İndi Allah qoruyub da düzdür, ikisi aşağı nahiyəmdən dəydi, bu çanaq nahiyəmdən dəydi. Amma bir də silahı şeyimə dəydi. O ermənini mən görürüm, bir-birimizi atırıq, ermənilərlə biz bir-birimizi atırıq. Mən gördüm ki, mənim silahım sıradan çıxdı. Əhmədov Elçin yanımdadır axı. Dedim, başqa mənim əlacım yoxdur, döyüşməliyəm. İlk öncə qumbaralarımı atdım. 4 dənə qumbaram var. Hamısını səngərə, o ermənilərin atdığı, mənə atdığı səngərə atdım. O 4-ünü də qutardım, gördüm ki, Əhmədov Elçinin də qumbaraları üstündədir. Onları da atdım. Demək, mənim özümdə də şey var, bir dəfəli qumbar atan var. Onu da özüm atdım. Elçinin silahını artıq götürdüm. Elçinin də silahını rəhmətli karabin vasitəsilə bağlamışdım möhkəm. Onu var yaralıyam axı, var qüvvəmlə datdım yaxasından çıxartdım. Belə deyək də indi döyüş yoldaşımız. Artıq mən Əhmədov Elçini həm sipər kimi istifadə edirəm, yəni onun yanında duraraq da, həm də başladım atışım. Artıq bizim o hücum yarım qrupu var, Oruc Mühitgilin yarım qrupu. Onlar artıq daldılar, belə deyək də, basqın elədilər, artıq içəri basqın, tam düşməni deyək də, məhv elədilər, çadırları darmadağın elədilər. Darmadağın eləyəndən sonra biz gördük ki, tam atəş kəsildi, bütün ermənilər məhv oldu demək olur. Bir nəfər erməni qalmadı demək olur. Darmadağın oldu. İndi yaralı qalan oldu, olmadı, bilmirəm. Çünki orada bizim vaxtımız da yoxdur. Onlar bir-bir arama-tarama eləyək də. Çünki şəhidimiz oldu, yaralımız oldu. Biz onları artıq geri çəkməliydik. Çünki geri çəkməsəydik, biz orada onları Pərvingili, Raligili qoymalıydıq orada. Çünki artıq orada Oruc Mühit mənə yaxınlaşdı, Əliyev Nizami mənə yaxınlaşdı ki, Əliyevlər dur günən gəldim, komandir mən də yaralıyam, dura bilmirəm. Mən də yaralanım. Baxdı gördü ki, Əhmədov Oruc Mühit baxdı gördü ki, o da şəhid olub, Əhmədov Elçin də şəhid olub. O tərəfdə dedim ki, şəhidlərimiz də var o tərəfdə. Baxdılar, gördülər ki, artıq şəhidlərimiz çoxdur da, 3 dənə şəhidimiz var. O gizir də yaralanıb, o dediyim həmin xidmətdə olan gizir də yaralanıb. Artıq yaralanımız çox idi. Bizə artıq mühafizəni təşkil eləyə, məni də, yaralı giziri də, o şəhidlərimiz də artıq hücum yarım qrupu başladı arxaya çəkməyə. Orada biz demək olar ki, düzdür, kiçik ləvazimatlarımız qaldı, amma silahımızı, sursatımızı, hər bir şeyimizi götürdük. Bütün yaralılarımızı, şəhidlərimizi həmən döyüşdə, o qanlı döyüşdə. Biz orada bir dənə ermənilərə təsvir edik biz orada. Yəni orada onların sayı çox olmağına baxmayaraq, biz onlara öz qüvvəmizi göstərdik, xüsusən qüvvələrin gücünü göstərdik yollara. Hələ onda bizim belə deyək də, hələ mən sizə deyim ki, bizim təchizatımız hələ biraz zəif idi. İndiki kimi deyil. İndi maşallah cənab prezidentimiz bizim sağ olsun xüsusi qüvvələr çox böyük önəm verir, çox böyük dəstək verir. Bütün təchizat baxımından nə istəsən var, nə ürəyin istəsən var. Ən inkişaf eləmiş xüsusi qüvvələrin təchizatı bizim bir dəqiqə xüsusi var. Yəni o fəxrləsi bir şeydir ya. Çox xüsusi bir dəqiqə təchizat çatışmamazlığı zadı var. Əslində təchizat deyil, insanın ən böyük faktor insanın öz ürəyidir, insandır. Qorxmaz olandan sonra bütün silah-sursata qalib gəlir. O döyüş həm şərəfli döyüş olsa da, belə qürurlu döyüş, məğrur döyüş olsa da, amma bizim üçün ağır acılığı çox oldu. Öz döyüş yoldaşlarımızı itirdik, Əliyev Pərvini itirdik, Əhmədov Elçini itirdik, mənim badim idi. Əhmədov Elçini itirdik, Hüseynov Raili itirdik. Hüseynov Rail subay idi, amma Əhmədov Elçin nişanlı idi, hələ heç evlənməmiş. Yəni ki, evlənəcəkdi o yaxınlarda, onun toyu olmalıydı həmən ərəfədə. Əliyev Pərvin də bilirsiniz ki, ailəli idi, övladlar vardı. Onlar üçün də çətin oldu, yəni ki. Amma övladlar həmişə fəxr edə bilər ki, onun atası, onun valideynlər fəxr edə bilər ki, onların övladları çox mərcəsinə döyüşdülər. Yəni mən gördüm, onlar çox qorxmacasına döyüşdülər. Necə lazımdır, düşmənə layiq dərəcədə itki verdik, yəni o döyüşdə. Biz üçün çox ağır oldu, amma yenə deyirəm, biz üçün çox şərəfli oldu döyüş. Demək, əziz qardaş, biz orada təchizatın heç birini qoymadıq. Gətirmək düzü o qədər döyüş qrupu da artıq tükənmişdik, belə deyək də. Çünki döyüşmüşdük var qüvvəmizlə. Artıq o sağlam olanlar çox çətindir şəhidləri gətirmək.
təsəvvürün biz çox dərində idik. Onları arxaya dartıb gətirmək, ayrılma nöqtəsinə gətirmək, bizim o keçid zonasına gətirmək, nöqtəsinə gətirmək çox çətin idi. Düzdür, orada bizə ehtiyatda olan qruplar da yaxın bir məsafədə gəlib bizə kömək elədilər. Artıq qrup tükənmişdi. Çox çətin. Ermənilərin yenə deyirəm növbətçi bölməsi də həmin anda gəlmişdi. Bizim o ehtiyat qrup onlara sürprizlər hazırlamışdılar. Yenə də onları məhv eləmişdilər. Yəni qoymamışlar da bizə yaxınlaşdılar. Biz oradan çətinliklə də olsa sıyrıldıq, çıxdıq arxaya. Şəhidlərimizin hamısını götürüb çıxdıq arxaya. Ondan sonra cənab prezident yenə bizi mükafatlandırdı. Sağ olsun yenə. Mən düzü yaralanmışdım, hospital dedim. Mən mükafatım, yenə də deyirəm, cənab prezident yenə mənə pul mükafatı göndərmişdi həmən vaxtda və saat göndərmişdi. O bir digər yoldaşlarım da yəqin ki, videoları var, baxmısınız, təqdimatlar olmuşdu. Yəni orada döyüş yoldaşlarımızı mükafatlandırmışdı cənab prezident. Mayor İmanov Samit Gülağoğlu. Sən. Təbrik edirəm. Sağ ol. Azərbaycan Respublikasına xidmət edirəm. Mayor Əliyev Çingil Arifoğlu. Ben. Cenab-ı Ali Başkomandan Mahir Aliyev. Təbrik edirəm. Sağ ol. Azerbaycan Respublikası'na hizmet edirəm. Kaptan Əliyev Nizami Eldaroğlu. Ben. Cenab-ı Ali Başkomandan Kaptan Aliyev. Təbrik edirəm. Sağ ol. Azerbaycan Respublikası'na hizmet edirəm. Kaptan Orucov Mühit Kurbanoğlu. Ben. Cenab-ı Ali Başkomandan Kaptan Orucov. Təbrik edirəm. Sağ ol. Azerbaycan Respublikası'na hizmet edirəm. Baş Leytenant Məlefov Səməndər Müqamətoğlu. Ben. Cenab-ı Ali Başkanım, başlayacağım bana lafım. Təbrik edirəm. Sağ ol. Azerbaycan Respublikası'na hizmet edirəm. Baş Gizir Cəbiyev Elşən Əbdülkərimoğlu. Cenab-ı Ali Başkomandan Başgizir Cəviyev. Təbrik edirəm. Sağ ol. Azerbaycan Respublikası'na hizmet edirəm. Gizir Cəfərov Azər Gülhüseynoğlu. Ben. Cenab-ı Ali Başkomandan Gizir Zaferov. Təbrik edirəm. Sağ ol. Azerbaycan Respublikası'na hizmet edirəm. Gizir Məmmədov Mahir Natiqoğlu. Ben. Cenab-ı Ali Başkomandan Gizir Mehmetov. Təbrik edirəm. Sağ ol. Azerbaycan Respublikası'na hizmet edirəm. Gizir Daşdiyev Elşən Ramizoğlu. Ben. Cenab-ı Ali Başkomandan Gizir Daşdiyev. Təbrik edirəm. Sağ ol. Gizir Məlikov Araz Elsahiboğlu. Ben. Cenab-ı Ali Başkomandan Gizir Məlikov. Təbrik edirəm. Sağ ol. Azerbaycan Respublikası'na hizmet edirəm. Yəni belə bu döyüşlərdən belə olmuşdu. Bir döyüşümüz də olmuşdu. Mən əsas şəhidlərimizin adını da qeyd etmək istəyirəm ki, onların əməkləri olub. Yəni bir mən olmamışam o döyüşdə. Əməyi keçən döyüşçülərimiz olub, şəhidlərimiz olub. Bir tapşırıqdan da yenə danışmaq istəyirəm sizə əziz qardaş. Yadıma düşdükcə danışıram. Çoxdur tapşırıqlar. Yəni ki, kim ki şəhidlərimiz var, ondan danışmaq istəyirəm mən. Demək, bir tapşırıq da yenə verildi. Tərtər zonası istiqamətində yenə biz tapşırıq aldıq öz bölməmiz tərkibində. Getdik Cəmləşmə rayonuna, orada bizə basqın vermişdilər. Basqın icra olunmalıydı. Artıq yenə ermənilər o qədər qorxuya, hürkə düşmüşdülər ki, 052 deyəndə, belə indi yəni xüsusi təyinatlı qüvvələr deyəndə onlar 052 bilir də bizi. 052 deyəndə onlar çox qorxuya, həyəcana düşdülər. Hətta deyək ki, arxadan bir məsəl üçün tağıma onlar tabur səviyyəsində yerləşirdilər. İnanın səmimiyyətimə. Yəni, çünki o bespilotniklərin çəkilişlərindən, müşahidələrdən, gözlə müşahidələrdən görünürdü ki, onların necə gəlib orada yerləşmələri, qorxu həyəcanla yerləşmələri hamısı müşahidə olunur da.
Ona görə bizə tapşırıq verildi ki, basqın olmalıdır, yəni növbəti tapşırığımdan. Bu tapşırığımda yəni mən ona görə danışmaq istəyirəm ki, orada rəhmətli şəhidimiz, mənim döyüş yoldaşım Gizir Baxışov Seymur da vardı, mənim orada köməkçim idi, indi onu danışıram. Demək, bizə tapşırıq verildi, basqın tapşırığı. Getdik Cəmləşmə rayonuna, orada demək, biz keçid icra eləmək istəyəndə, bir neçə dəfə keçid icra eləmək istədik, digər Naftalan ərazisində keçid icra eləmək istədik, alınmadı. Dedilər ki, burada düşmən bölməsi sizi gözləyir. Çünki orada, yəni, belə deyək də, puallar deyirlər də, onunla bespilotniklər çəkir. Onların müşahidəsində dedilər ki, burada məsələn bölmələr çox yerləşib. Yəqin ki, məlumatlar var, hardansa məlumat tutub sizin gəlişinizi gözləyirlər. Yəqin ki, hərəkətdən, nədənsə bilirdilər də. Yəni, məlumat çatdıranlar da olur. İndi deyə bilmərəm onu mən. Bir neçə istiqamətdən biz cəhdlədik keçməyə. Axırda Naftalanla Tərtər istiqamətində o Stıq deyirlər, o birləşməsi var da, bölmələrin birləşməsi var, briqadaların. Oradan biz keçidi icra eləməyə başladıq. Orada artıq tapşırıq gəldi ki, basqın yox, pusqu olacaq. Pusqu olacaq. Biz yenə başladıq pusqu üçün hərəkət eləməyə, cəbhə xəttini keçməyə. Keçdik. Demək, mən sizə nəyə deyim? Biz artıq nə qədər cəhd eləmişik ki, basqın icra eləyə bilmirik də. Biz sən əziz qardaş, mümkün deyil basqın icra eləmək. Çünki bölmələr çox. Biz qeyri-bərabər döyüşdə gedib bütün qrupu məhv eləyə bilmərik. Yəni, bunu yuxarı komandanlıq da icazə verməz. Lap yuxarı səviyyələrdə buna icazə verməz ki, qrup orada gedib məhv olsun, yəni qeyri-bərabər döyüş olsun da. Bunun üçün nəzərə aldılar, deyirlər ki, əgər ermənilər belə bir şey eləyir də, bölmələr gəlirlər, gündüzdən gəlir bölmələr, gecələr yerləşirlər, bir dənə, məsələn, bir tağımın yanında bir dənə bölük yerləşir. 2 maşın gəlir, hansı 2 tağım, 3 tağım gəlir, yerləşir. Həmən o hansı ki biz basqın deyə bilərik də, onlarda da indi mütəxəssislər vardı. Onlar da bilir ki, düşmən də bilir ki, hara basqın deyə bilər də bunlar. Ona görə onlar həmişə o basqın istiqamətlərinə çox adam gətirib yerləşdirirdilər. Dedilər ki, belə komandanlıqdan belə qərar verildi ki, basqın yox, pusqu icra olunsun. Necə olunsun pusqu? Yəni ki, o həmin o bölmələr gəlmir, gələn bölmələr yoxdur, köməyə ki, gecələr gücləndirirlər, gündüzlər tezdən qayıdırlar bölməyə, istirahətə. Həmən o maşınlara pusqu atılsın. Yəni, mina vasitəsilə məhv edilsin. Yəni, bir şəxsin burnu qanamadan sadəcə onlar məhv olunmalıdır. Yenə də orada, belə deyək, yəni, biz basqını icra eləmədik, qayıtdı odala. Həmən yenə deyim, Naftalan Tərtər kəsişməsində, briqadaların kəsişməsində biz orada təminat yoluna pusqu icra elədik. Necə? Yenə dediyim kimi tapşırıqda hazırlaşdıq. Baxışov Seymur mənim orada köməkçim idi. Rəhmətli, Allah rəhmət eləsin. O orada minaların qurulmasını, hazırlanmasını yenə biz yenə Mon 100 minalarına həmişə ki mənim ən sevdiyim, populyar mina olan Mon 100 minası idi. Mən o minanı çox sevirdim. Çünki o çox məhv edirdi düşməni ona görə. Demək, orada da yenə şeydə biz Cəmləşmə rayonunda yenə hazırladıq ki, pusqunu belə icra eləyəcək, minaları belə qoyacaq. Gəldi yenə baxdı, Polkovnik Mirzəyev Murad baxdı, yenə yaxşıdır, qəşəngdir belə. Tapşırıq başladıq. Gecə keçid elədik həmən istiqamətdən. Təminat yoluna gecədən getdik minaları qoyduq. Minaları qoyduq, pusqu qrupu. Səhər-səhər tezdən artıq onlar qayıtmalıdır axı, biz də dayanmışıq. Uzaq məsafədən idarə edirik də, başlayın minaları qurmuşuq, uzaq məsafədən naqil vasitəsilə, orada patlatma maşinikası vardı, onunla idarə edib partladırıq minaları. Orada demək, belə oldu, minanı quranda, yəni Baxışov Seymurun mənə çox köməkliyi oldu orada. Yəni mən ona görə bu tapşırıqdan danışıram ki, onun orada mənə çox köməkli oldu. Yəni o da yaxşı, təcrübəli bir istehkamçı idi. Mənə orada çox köməklədi. Yəni minaların qurulması, sistemin hazırlanmasında yəni birgə əməyimiz oldu. Yaxşı da çox gözəl tapşırıq oldu. Mən deyərəm ki, demək orada minalar biz çox asanlıqla qurduq. Yəni keçdik təminat yoluna ki, bildik ki, buradan maşın qayıtmalıdır, o 2 dənə maşın qayıtmalıdır. Bilirik də. Qurduq, çünki orada ehtiyac yox idi döyüşə girməyə. Yəni pusqunu, özümüzü təhlükəyə atmağa. Mina ən gözəl şeydir. Bir burun belə qanamadan düşmənə necə lazımdır itki verə bilirsən. Demək, minaları qurduq gecə ilə Baxışov Seymurla.
qayıtdıq, gözlədik. Səhərə yaxın tozdan gördük ki, bunlar qayıdırlar. Dırnaqarası qəhrəmanlar qayıdırlar. Yaxınlaşanda MON 4 dənə də MON 100 minası qoymuşdu. Yaxınlaşan anda 2 dənə maşındır. Birini çox tutdu, düzdür, birini çox tutdu. Bir dənə maşın hansı ki o şəxsiyyət var idi onun içərisində. Onu partlatdıq. Onu partladanda demək olar ki, maşın getdi qabağa, səpələndilər. İndi sağ qalanlar da var idi, içində ölənlər də var, yaralanlar. Partlayan kimi gördük, getdi maşın dayandı, şofer ölü, bax, getdi bir müddətdən sonra maşın dayandı. Bizdə də həmən vaxtda bunu bizim puallarımız çəkirdi, bezprotiklərimiz çəkirdi bunu. Bunu mən deyərəm ki, o həmin uğurlu tapşırıqda, həmin numaralı tapşırıqda bizdə bunu şeydə də, dövlət kanallarında da, rəsmi kanallarda da Müdafiə Naziri vermişdi. Qısa nətər ermənilər orada yerə sərilib, nətər sanitarka gəlir şeyləri, hamısını bezprotik çəkmişdi. Hətta onu təqdimat da elədilər, qısa bir xəbərlərdə verdilər ki, düşmən təxribat eləmək istəyir, cavabı verilib. Həqiqətən onlar təxribat eləmək istəyirlər, çünki o bölmələr yığılırdı, onlar yayın tapşırıq eləmək istəyirlər bizdən əlavədə. Ona görə onların biz artıq cavablarını verdik orada. Həmin orada ermənilərin necə meyitlərini daşımaqları, yaralıları necə daşımaqlarını, hamısını həmin o tibb maşını gəlməyə də sanitarka deyirlər, onun gəlməyinin zanını hamısını bezprotik çəkmişdi. İndi araşdırsaq, arxalara baxsa, düzdür, Müdafiə Nazirinin bazasında var o məlumatlar. O bizim telekanallarda da, xəbərlərdə getdi, orada da izləyə bilər. Prosta mən sadəcə günlə yadımdan çıxıb həmisi gündür. Onu oradan da belə tapıb araşdırmaq olardı. Yəni, Baxışov Seymurla biz orada da həmən maşını məhv elədik. Çox uğurlu bir tapşırıq olundu. Orada da yenə Cənab Prezident mənə və Baxışov Seymura da pul mükafatı yenə həmişəki kimi göndərmişdi. Sağ olsun. İndi belə də, yəni ki, biz çox tapşırıqlar olmuşuq, qarışma danışmaqla qurtarmaz. Yəni, əsas mən bunu ona görə bu tapşırıqları danışdım ki, hansı ki şəhidlərimiz olub mənimlə bir yerdə, hansı ki o döyüş yoldaşlarım olub, yaralananlar olub, onların mən adlarını çəkdim ki, yəni onların da əməyi olub da mən tək olmamışam. Düzdür, əsas işi məsuliyyəti üzərimə istehkamçı kimi bir hərbçi kimi mən üzərimə götürmüşəm. Yəni bu işi götürmüşəm, eləmişəm, uğurlu alındı. Yəni mənim köməkçilərim oldu. Yəni bu işdə mən tək olmamışam ki, heç qrupun tərəfindən mən tək getməmişəm. Yəni mənim yanımda, ətrafımda məni qoruyanlar, atəş dəstəyində olanlar, məni mühafizə edənlər olub. Yəni bu işi ona görə mən hamının adını çəkirəm ki, halallıq olsun, belə deyil. Belə deyil, xüsusi sənətli qüvvələr həmişə var olub, olacaq. Yəni bizim xalqımız həmişə bizim xüsusi sənətli qüvvələrlə, ordumuzla, silahlı qüvvələrlə fəxr eləyə bilər ki, onların güclü silahlı qüvvələri var, ordusu var, belə deyək. Belə deyək, xüsusi sənətli qüvvələr öndədir hər zaman öndədir. Mən fəxr eləyirəm ki, həyatımda xüsusi sənətli qüvvələrdə xidmətləmişəm. Yəni mən həmişə öz içimdə o şeyi hiss eləmişəm, yəni qüruru duymuşam. Qıraqda bəlkə heç vaxt bilmirlər ki, məsələn, bu adam xüsusən, mən heç vaxt heç yerdə, özünüz də görürsünüz, mən yəni telekanallara çox çıxmamışam, heç bir yerdə müsahibələr, tədbirlərə gedməmişəm. Yəni mən həmişə özümü gizlin saxlamağa çalışmışam. Yəni bundan sonra da mən inanıram ki, mən və mənim kimi mübariz kimi oğullar Azərbaycanda həmişə olacaq, olacaq və inşallah bundan sonra da xalqımız daha irəli gedəcək, silahlı qüvvələrimiz daha güclü olacaq. Mən buradan şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların ailələrinə səbir diləyirəm, övladlarına can sağlığı diləyirəm, ailələrinə səbir diləyirəm, yenə deyirəm, qazilərimizə sağlıq diləyirəm, Allahdan şəfa diləyirəm. Allah hamını ki, silahlı qüvvələrimizə möhkəm olmağı, həmişə sağlam olmağı arzulayıram. Xalqımızın rifahı həmişə yaxşı olmağını arzulayıram, güzaranlarının yaxşı olmağını arzulayıram. Xalqımız üçün ümumi olaraq hər şey, ən yaxşı gözəllikləri arzulayıram, ən yaxşı şeyləri arzulayıram ki, xalqımız bu gözəlliklərə, bu hər bir şeyin ən yaxşısına, uğurlara, müharibədə nətər uğur qazanlığa, hər bir uğura bizim xalqımız layiqdir. Bizim xalqımız vətənpərvərdir, həqiqətən millətçidir. Biz öz xalqımız, yəni mən kiməm ki, mən də xalqın nümayəndəsiyəm, siz də xalqın. Ona görə bizim xalqımız gözəl xalqdır. Bizim xalqımız var olsun.
bizim xalqımız yaşasın. Mən deyirəm ki, Qarabağ Azərbaycandır.